Sumqayıt Qarabağ. Sumqayıtda nə baş verir Ruslan? Sumqayıtda nə baş verir? 11 oyunlu komanda, indi xal qələbəni qoyuram bir qırağa. Xal qazanır. Gol vura bilmir bu komanda. 11 oyundur. 11 oyundur və Sumqayıt artıq düşmə təhlükəsi ilə üz-üzədir. Səbahilə baxıram, Səbail 18 xalla sonuncudursa, Sumqayıtla Kəpəzin 22 xalı var. Sumqayıt 8-də, Kəpəz 9-dadır. Şamaxı düzdür indi bu turda Səbaili məğlub etməklə bir qədər uzaqlaşdı. Amma Şamaxı da təhlükəni hiss eləyəcək sona qədər. 24 xalda Şamaxıdadır. Yəni Sumqayıtda nə baş verir? Vaqif Cavadov deyir ki, biz 200% düşməyəcəyik. Biz qalacağıq çempionatda. Ondan əvvəlki həftələrdə Səbail rəsmiləri bildirmişdi ki, biz də 100% qalacağıq çempionatda. Qardaş, Səbail qalacaq. Sumqayıt deyir, biz düşməyəcəyik. Və kim düşəcək? Və Sumqayıtın bu uğursuzluğunu nə ilə əlaqələndirmək olar? 11 oyun ciddi göstəricidir, gol vura bilməmək. Gol vura bilməmək düzdür. Məsələn, 1 tur, 2 tur, 3 tur hardasa sənə siqnal gələrkən mən 3 oyunda məsələn gol vura bilmirəm. Amma doğrudan da belə baxanda yaxşı bir nəticə deyil. Çünki biz Vaqif Zavadov komandaya gedəndən sonra ilk o 3-4 turlardan hansı ki 2 oyunda deyəsən qələbə qazandı. Ondan sonra ilk 5 oyunda deyəsən 3 qələbəsi var idi. Səhv eləmirəmsən. Mesela yaxşı yığmışdılar. Ya bəli. Dedi ki, çox xilaskar gəldi, Vaqif Zavadov komandanı dirsətdi. Yaxşı, o Sumqayıtla indiki Sumqayıtın arasında nə baş verdi? Yəni nə var burada? Ondan gedir ki, söhbət ondan. Ronaldo da gəlib hətta. Doğrudan da yəni. Ronaldo da var. Ayağı Bir düşərli məsələn oldu. oyun baxımından sən nəsə göstərə bilməyəsən. Doğrudan da heç nə bir gedişatın olmaya, sənin bir rüsunak şəklin bir olmaya, hansısa bir sistemin olmaya, yox da. Yəni baxırsan, görürsən ki, doğrudan da təhlükəli momentlər yaradırlar. Təhlükəli momentlərə girirlər. Gol epizodları 100-ə 100. Amma bəzən komandaya yaxşı oyun lazım deyil, nəticə lazımdır. Bax bu tip yaxşı oyunla onu demirəm. Məsələn, elə oyun olur ki, tutaq ki, heç eləyir. Momentlərə girir, 3 dənə 100-ə 100 momenti var. Hücumçusu gol vura bilmir. İndi mən bilmirəm, mən məşq baxımından deyim ki, məşqlərdə qapıya zərbələr vurmurlar və yaxud da oyuncu təypətəyə çıxır, gözü kəlmə. Bilmirəm, bu Azərbaycan futbolu tarixində antirekorddur ya deyil, hələ ki bu barədə bizə yəni açıqlama verilməyib, yəni media olaraq. Peşəkar Futbol Liqasının rəsmi səhifəsi adətən bu formada paylaşımlar edir. Yəni 11 oyun gol vura bilməmək. Amma neçə oyun idi bundan qabaq dansa başqa komandada neçə oyun idi deyəsən. Araz Naxçıvanda da var idi. 3 oyun idi. Nəsə səhv eləməmsə Araz Naxçıvanda da var idi. Yenə kimsə var idi. Səbail var idi. Səbaildə də var idi. Amma Səbail aşağı yuxarı bilinir də, görünür. Amma Sumqayıtda bu düşüş mü deyim, bu uğursuzluq mu deyim, nə ilə? Bax, o səbəbini... Bəxtləri gətirmir onların. Bəxt? 11 oyun bəxt olar. 11 oyun yəni şey də o da 11 oyunda olmaz da. Bəxt olar olmaya 1 oyun, 2 oyun, 3 oyun, maksimum 5 oyun. Söhbət də bilsən. 11 oyun bilsən nə deməkdir qardaşım? Məsələn bilsən nətər deyil. Bax məşqlərdə adi tutaq ki, demək olar ki, bir dövrədir, bir dövrədən də artıq. Sən məşqdə məsələn fikirləşirsən, deyirsən ki, tutaq ki, mən 11 oyundur komandam gol vurmur, niyə gol vura bilmir? Təhlükəli momentə giririk, uzaqdan zərbələr vururuq, qapısı çıxardır. Və yaxud da qapısı ilə təypətəyə çıxırıq, tutaq ki, vurur qapısının üstünə. Okey, sən bu məşqlərdə həftəlik siklında hansı ki hazırlaşırsan, hansı ki güc məşqindir, hansı ki sürət dözümlü məşqidir, hansı ki məsələn oyun yükünə girirsən, oyun üstün qalmış. O məşqlərin hamısında da sən qapıya zərbələrlə ancaq zərbə məşqini də keçə bilmirsən, başa düşürsən? Sən qapıya məşqlər... Çünki sən həftəlik sikl, sən həftəlik hazırlaşırsan, plan qurursan. Sən hansı ki güc günündür, sən güc verməlisən. Bunu trinazoru ya fitness zalına soxursan və yaxud da ki oyunda meydançada həftəlik planını sən qoyanda tutaq ki topla o xırda qruplarda məsəl üçün 5-5-ə 6-6 hansı ki oyunlar verirsən ki orada o fitness məşqi deyirlər də, güc məşqi topla. Yəni topla qanter eləmirsən də, onu da indi özünün biz kateqoriyada oxuyuruq. Məsələn məşqləri kateqoriyasında bizə fitness günləri var ki, sən aparıb o fitnessin olmasa trinatorda da verə bilərsən onu, trinator zalda o güc məşqi. Sığortalamaq. Belə məsələn xırda qrup şəklində oyunlarla meydançada da verə bilərsən. Tutaq ki 5-5-ə oyun verirsən, balaca meydançada sürət var, sürətlənirsən, tormozlanırsan, çin-çindən mübarizə, onlar hamısı o da fiziki hazırlıqdır. Dəqiqəsi, saniyəsi, məsələn intervalı sən onu verəndə yoxdur. İndiki futbolda sən bax gör, trinazoru okey, hamı gedir, girir.
Amma indiki müasir futbolda sən bir dənə fikir ver, baxırsan balaca meydançanın içində 8-8 oyun gedir və yaxud da 6-6 oyun gedir. Orada həm patqat edir, sürətlər. Orada güc var, çiyin-çiyinə. Qaməti dəyişirsən, böyrə, bariba gedir. O hamısı elə bir fitnessə girir, güc məşqinə. Başa düşürsən? Sən həftəlik siklda sən quranda... Bu incəlikləri sənin deməyin yaxşıdır da. İndi o şeyləri sən deyirik qapıya, təkbətə çıxdı qapçı ilə. Təkbətə çıxdı qapçı ilə məsələn şey eləmədi. Ayda momenti qaçırtdı. Ayda qapçı üstünə vurdu. Epizodu qaçırtmaq o ustalıq səviyyəsi. Nədir? Ustalıq səviyyəsi sən o qədər momentlərə girməlisən ki, məşqdə. Sən hücumçundursa qardaş, məşq boyu məsələn məşqin bitdi. Görürsən ki, İndi bu şablondur, formaldır. Sən məşqdə yaratdığın epizodla oyunda yaratdığın epizod da fərqli olur da. Sən məşqdə rahat olursan. Deyirsən, mən bunu istədiyim kimi vuracağam. Oyunda ayaqlar əsir. Eyni şeydə mən yaşayıram. Mən Araz Naxçıvanda 19 yaşlarda baş məşqçiyəm qardaş. Mən məşqdə verirəm tutaq ki, cinahlardan ötürmədən sonra məsələn qapıya zərbələr vurur. Hücumu zərbə ilə tamamla. 20 dənə cinahdan ötürmə verirsən. 20 hücumun həmlənin rahat bir yarısını sən qapıya zərbə ilə tamamla. Tamamlaya bilmirsən. 20 dənə prosper gəlir, 20 dənə 3 dənə vurasan, 4 dənə vurasan. Başına gəlir, başdan vurur göyə, ya başın burasından vurur. Tək məndə deyil, bütün komandaların hamısında elədir. Ayaqdan vururuq göyə. Rahat şəkildə top gəlir qapısı dənə deyirsən ki, ay, qoydum bunu. Rahat belə vurursan, baxırsan tık ayağına dəydi getdi bu tərəfə. Boş vəziyyətdə. Və o həmin o epizodda məşqlərdə o qədər ciddi olmalısan ki sən. Həmin o gələn pası mənə deyirsən ki, tutaq ki, oyundadır bu moment. Tam ciddiyyətdə. Şappıldadasan. Oyunda da həmin o şey, məşqdə necə ciddisən, elənsinə də oyunda sən o yerinə yetirə biləcəksən. Yenə deyirəm, oyun baxımından deyək ki, oyunu yoxdur, görsən bir risunok yoxdur, var. Sadəcə olaraq həmin o qol epizodlarına girib qolların yanı vura bilmirlər. Kadi Borges'in qolu nə idi? Kadi Borges elə bil şeydən ələtdən vurdu. O da ayağın üstündən elənsin ha. 9-luğa. Şapalaq kimi vurdu. O şapalaq kebabı. Oradan da şapalaq idi. Lalang. Adam bilsən necə? O da udarlarından çox şey alsa. Ayağın ümumiyyətlə butsun razmeri var. İsmail bilirsən sən onu. O eşitmişəm. Butsunun razmeri sənin ayağın balacadırsa. Biraz böyük olmalı. Biraz böyük olmalı da, düzdür? Sən özü gələm onu topa belə vuranda, topa belə gətirəndə o ayağın yerə girir. Şappıltı ilə. Yerə girir. Yekə olanda, razmer yekə olanda vura bilmirsən. Şart elir, topun belə lələş kimi gedir. Amma razmeri ki, balaca 38-39. Təsəvvür özdən ayaq biləyin sənin əgər moşnunsa, Zavur Tağzadə idi, Rəşad Abdullayev idi. Onlar 38-39 geyinirdi. Topu kuranda kip oturur. Bildiğin bu və oynayanda narahatlıq vermir, ağır incitmir. Değil. Ayağının rahatlığı yəni boş olmaz. Balacadır. Və sən ayağı sıxıb o topa zərbə vuranda biri var o 8-in uzun taxtası dalında. Bir də 8-in başı. Balacadır axı bu. Sən qoyanda 8 kimi larç elir, girir bismar yerə. Və sən ayağın razmeri balaca olanda, ayaq biləyi moşn olanda, sallanmayanda. 8 kimi sıxıb sən o topa qoyduğun momentdə top həmin belə gedir, qapçı tuta bilmir. Bir şapalaq kimi də qoysan yanı gedir. Eyni məsələn Kadinin udarı ilə tutaq ki də nə bilim kimin udarı deyimsə hansısa bir ayağı uzun futbolçunun məsələn zərbəsi eyni səviyyədə belənsinə qoyum şapmadan geçsin girsin elə deyil. Yəni ayağın razmeri balaca olan elə qoyur ki top da oradan da elə mismar kimi elə baxırsan ki qoyur belə gedir. Trayektoriya fırır. 40 metrdən qoyurdu zərbəni, qapçı belə tutdu. Vüqar Nadirov. Vüqar Nadirov məsələn boy nə qədər olar Vüqar? Elə də hündür deyil, 1.70 neçə olar da yəqin. 1.77 mənə 1.76 Vüqar da olsun məsələn 1.80. Ayağının razmerinə belə baxanda 43-44 geyinmirdi amma 41 geyinirdi. Balacadır. Qoyur çıxılır setdə. Kadidə də eyni. Həm də sən o uşaqlıqdan ayağı belə örgəşdirirsən ki, Tembol özü sol ayaqlıdır. Sol ayaqlılar da sağdan bir addım qabaqda. Çempionatda oradan da Qarabağın gücünə güc qatdı, amma Qarabağın bu mövsüm mənə elə gəlir ən yaxşı futbolçusu, ən stabil oyunçusu Leandro Andrade'dir. Səviyyədir bu. Bu başqa bir leveldir. Elə bil bilsən. Andrade başqa bir səviyyədir. Bu sezonda vəbşi elə bil biraz oradan da olsun artırıb. Hər oyun demək olar ki, gol assist eləmədiyi oyunlarda belə oyunu elə götürür mərkəzdə, oyunu elə qurur. Ümumiyyətcə möhtəşəm oyunçudur Leandro. Evet, Qarabağ komandasında o tək Leandro Andrade yox, bütün komanda
elə professional futbolçulardır. Özlərinin futbola yanaşması, həyat tərzi. Yəni komandanı elə qrup şeylə bir orada bir Sistem elə, mexanizm elə işləyir ki, hə. Bir dənə elə bir respublika yaradır orada. Dilini necə deyim, qardaş? Elə bir özlərinin öz Qardaş, dünyası. bax sistem öz yerində, sistem danışırıq. Sistem bu 30 ilin, 50 ilin sistemidir. Bu işləyir, bu işləyəcək mexanizmdir, qurulub. Amma söhbət ondan gedir ki, Qarabağ elə nöqtə transferlər eləyir ki, Andrade kimi, Patrick'in elə özü, Evet. Ramao düz getdi. Bax elə Kadi Borges. Baxırsan ki, nöqtə transferdir. Qardaş, həmin o mexanizmə, sistemə elə oturuşur futbolçu. Neçə turdu gəlib? Elə bir ki, 30 ildir bu çempionatda Neçə oynayır. turdu gəlib? Kim? Kadi. Kadi artıq Bir ay var gəlib. Yox da 3-4 dönüm. 3-4 dolar da. Neftçi ilə oyunda oyundan Hansı qabaq. ki hələ bir balaca gəldi, o qol da vurdu Hə. başla. 2 dənə də 3 dənə assist elədi, yadımdadır. Təzə gəlmişdi, elə birinci oyunu da hansısa. Yəni Girdi qoluna. adam gör nətər tanıyırsa futbolçunu və futbolçu da Azərbaycan çempionatına bələddir. Komanda yoldaşlarına bələddir, hansı ki çoxdan bir yerdə oynadıkları və gəlir o kollektivin içinə girəndə sənin ustalıq səviyyən elədir ki, yəni bir sən necə gecə saat 4-də durğuz yenə Kadindən Kadi buradan bir dənə ora təpə pas ver, ağaqaş yuxulu belə əsniyə verəcəkdi.